Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçiriləcək Qarabağ Eintracht qarşılaşması ərəfəsində Almaniya klubunun baş məşqçisi mətbuat konfransında diqqət çəkən açıqlamalar verib. Eintracht Frankfurtun çalışdırıcısı bildirib ki, bu səviyyəli oyuna komandanı çıxarmaq hər məşqçi üçün xüsusi hissdir və bütün diqqət artıq Bakıya yönəlib. Onun sözlərinə görə, qarşıdakı görüş komanda üçün həlledici ola bilər və futbolçular bu məsuliyyəti dərk edirlər. Baş məşqçi vurğulayıb ki, Qarabağ Avropada artıq formalaşmış oyun üslubuna malik, müntəzəm olaraq titullar uğrunda mübarizə aparan kollektivdir. Bu səbəbdən Bakıdakı qarşılaşma həm sınaq, həm də böyük fürsət kimi qiymətləndirilir. Alman mütəxəssis eyni zamanda zarafat etməyi də unutmayıb. O, illər əvvəl Bakıda Qarabağa qarşı 2 qol vurmuş və hazırda klubun məşqçilər heyətində yer alan Alexander Mayer'in təcrübəsinin üstünlük ola biləcəyini gülər üzlə qeyd edib. Bütün bu açıqlamalar göstərir ki, Bakıdakı görüş əkçə bir oyun deyil, həm də psixoloji mübarizə olacaq. Azarkeşlərin diqqəti isə bir sualda cəmlənib. Qarabağ doğma meydanda Avropa nəhənginə qarşı növbəti sensasiyanı yarada biləcəkmi? Daha operativ xəbərlər üçün bizi izləyin və abunə olun.